Biz dərhal tez cavab verməyə çalışırıq ki, beyin çox yormasın özünü. Və 20-25 yaşına kimi bizim bir xeyli neyron bağlantımız formalaşır və beynimiz də tənbəl olduğuna görə o dərhal o bilikləri çıxarır, verir. Və bu zaman biz immunity to change-ə giririk. Yəni dəyişikliklərə qarşı immunitetimiz yaranır. Və yalnız bunu dəyişmək üçün və self-authorizing mindset, yəni öz-özünü avtorizə edən mindset-ə sahib oluruq. Düşünürük ki, biz ağıllıyıq, artıq hər şeyi bilirik. Nəsə bir yeni hadisə gələndə beynimizdə köhnə neyron bağlantılardan oxşar təcrübəni tapırıq və onu apply edirik. Bunun qarşısını almağın yeganə yolu self-transforming mindset-ə keçməkdir. Hər bir yeni hadisəni sorğulamaq lazımdır. Mən başqa cür necə edərdim? Amma bunun üçün siz artıq Kahneman'a deyil, sistem 2-ni qoşmalısınız beyində. Hansı ki, mən reaktiv reaksiya verməyəcəm, sistem 1-i söndürürəm, dərhal cavab verməyəcəm. İşçi gəldi, dedi ki, bu problem var. Sizin burada 2 dənə cavabınız. Mən bu problemi keçən il belə eləmişəm, get belə həll elə. Ya da ki, koç dilində idarə etmə. Sən necə həll edərdin? Sualını verə bilərsən. Və özün də düşünə bilərsən, mən başqa cür necə həll edərdim bu məsələni? Və burada biz yenə də insan psixologiyasına qayıdırıq ki, bütün bunlar vaxt və əziyyət tələb edir.